Herkese salam. Sizi güzel, yağışlı bir gündən salamlayıram. Videoma başlamazdan əvvəl kanalıma abunə olan 500-dən çox takipçiyə öz təşəkkürümü bildirirəm. Yaxşı ki varsınız. Çox sağ olun. İnşallah siz də bütün arzularınıza çatasınız. Mənim ən böyük arzum 1000 abunəyə çatmaq idi və bu arzunu siz həyata keçməsinə kömək edərsiniz. Yaxşı ki varsınız, var olun. İnşallah kanalım böyüsün, vloglar da çəkəcəm Allahın köməyi ilə. Hələlik isə Temu bağlaması ilə davam edirik. İnşallah kanalım böyüsün, söz verirəm, sizə vloglar da çəkəcəm. Amma Temu bağlaması ilə davam edək, hərəkət. Baxaq görək bu səfər nə sifariş etmişəm. Çünki Temu bağlama videoları yaxşı izlənir. Bunu hər kəs izləyə bilər, cinsindən asılı olmayaraq. Belə bir köynək sifariş eləmişəm, xəttim. İndi onu sizə göstərəcəm. Materialı super pambıqdır. Bu belə kiçik bir tumbodur və belə bir ayaqqabı sifariş eləmişəm. Mən ağ rəngi ümumiyyətlə dəhşət sevirəm. Ağ ayaqqabı isə vazkeçilməzimdir. Ayaqqabıda yalnız ağ rəngi sevirəm da, belə deyə bilərəm. Bunu hündür sifariş elədim ki, yağışda falan da geyinə bilim. Ayağım islanmasın Bakının gözəl yollarında. Baxın, bu koftanın materialı dəhşət gözəldir. Sanki necə basalım, o belə bədən dəsmalları olur, o materiala bənzəyir. İlk dəfədə Temuda belə qəşəng materiallı bir şey görürəm. Həmişə baxmayaraq ki, pambıq yazılır, gəlir polyester çıxır, amma bunun materialı doğrudan da pambıqdır. Sizə yaxından göstərirəm keyfiyyətini, yəni möhtəşəmdir. Bu köynəyi hər kəsə tövsiyə edirəm. Bu arada biraz xəstələnmişəm. Fəsillər dəyişəndə mən həmişə ildə bir dəfə xəstələnirəm. Siz necəsiniz? İnşallah yaxşısınız. Və belə qəşəng ayaqqabı. Mən ağ ayaqqabıların vurğunuyam. Ağ ayaqqabıları dəhşət sevirəm. Belə platformada yox idi. Bunu yağışda da giyinmək olar. Üstü parça kimi deyil, asan silinəcək. Onu da dəhşət bəyəndim. Nəfəs alandı. Super. Ağ ayaqqabılar mənim favorimdir, dəhşət sevirəm. Dört sant olar. Bu isə bundan bir dəfə sifariş etmişdim. Belə kiçik tumbuçka kimi bir şeydir. Qəşəng üstə dekorativ bir şey, əşyalarınızı qoya bilərsiniz. Düzdür, biraz balacadır, amma yenə də qəşəng. Ben bəyəndim. Bir dəfə də almışdım dediyim kimi. Hətta üstə mini atvorkası belə var. Baxın nə balaca bir şeydir, amma böyük görünür. Heç 60 santı olmaz. 40 santı zət belə. Və belə köynək. Necə qırış-qırış gəlib, elə bir geyiniblər, sonra yuyublar. Temuda baxın, bu pambıq oxşuyur da, düzdür. Pambıq yazıblar, şəkildən də pambıq materialına oxşuyur. Amma pambıq deyil, yenə də rezin qarışığıdır. Nə bilim, o qədər də keyfiyyətli deyil Temuda materiallar. Və belə bir şey almışam. Bu sizcə nədir? Yaş salfetka qabı. Amma mən düşünürdüm bu daha kiçik ölçüdür. Belə özünlə harasa çantada aparmağa yaxşı olar, amma böyük imiş. Düşünürdüm çox yer tutmaz, 2-3 dənə salfetka. Mən həmişə böyük salfetka alıram, nə bilim, böyük yaş salfetka alıram. İstədim belə özümlə harasa aparım. 3-4 dənə qoyum, qurumasın da. Amma gördüm böyük ölçüdür. Amma yaxşıdır. Bunda istifadə eləmək olar. Birdən görürsən, yaş salfetka alırsan, şey olur.
yapışkan yeri nə bilim ıslanır, sonra yapışmır. Ona görə belə bir qap. Məncə qəşəngdir. Amma sonra gördüm balacaları da olur. Ondan da alaram inşallah. Bu arada ayaqqabılar baxın necə qəşəng içərisinə şey qoyublar, əzilməsin. Qabaqca belə hava kimi şey qoyurdular. İndi isə belə plasmas. Bu da gözəl bir Temunun plusu. Müsbət cəhəti. Əziz izləyicilər, baxın belə bir şey alındı. İstədim sizə də göstərəm. Çox şirin bir şeydir. Mən bəyəndim. Üstə dekorativ əşyalar da qoya bilərsiniz. Nə bilim lazımlı əşyalarınızı da qoya bilərsiniz. Qəşəng bir şey. Очень нравится. Выбирать мне с цедрой и кокосовой стружкой показался супер обычным. Я считаю, что цедру надо убрать, сделать просто один финик кокосовый закос под баунти. Кокос. Я хотела сделать классную кишу, плюс кокосовая стружка и закос под шоколад, закос под баунти и закос. Gəlin elə bu videoda ikinci bağlamanı da açaq. Qalanlarını gələn dəfiyə saxlayaq. Görək burada nə var. Maraqlıdır. Qarışdıq. Bunun yadımda deyil. Harada nə sifariş eləmişəm. Bir dəfə belə qayçı ilə kəsirdim. Bir dənə xalça almışdım. Onu zədələdim. İndi qorxuram. Hə, bu qəşəng. Yox, bu şalvardır. Hə, şal elə bildim qəhvəyi şeydir, çanta. Allah. Hə, bu çanta sifariş eləmişəm. Qəhvəyi. Çox qəşəng çantadır bu. Üstə də berloku var. Xəstələnmişəm, boğazım qıcıqlanır. Baxın, çox qəşəng çantadır. Mən dəhşət sevdim. Belə parıltılı düşür, amma parıltılı deyil. Yəni belə ucuz materiala bənzəmir. Qiyməti də 25 manat idi, səhv etmirəmsə. Berlokunu da dəhşət bəyəndim. Elə bildim berloku şəklə görə qoyublar, amma yox. Yenə bir tumbo sifariş eləmişəm mən. Bu da yığılı forması. Belə bir yumru. Bu jurnalın kimi gedir, amma bu da mini bir şeydir. Mən üstə lazımlı əşyaları yığmaq üçün dəhlizə qoyacağım. Məsələn, üstə bir yerə gedəndə nə bilim çantamı zadım qoymaq. Möhtəşəm sumkadır, dəhşət bəyəndim. Baxın, bir loku da özündəndir hətta. Buna baxın. Süper. Nə qədər cibi var burada. Hələ burada biraz parlaq düşür. Canlı daha qəşəngdir. Süper. Ən sevdiyim, Temu'dan aldığım əşyalardan biri oldu. Hətta belə bir şey qoyublar, əzilməsin. Burasında da cibi var. Pulunuzu, vacib əşyalarınızı qoya bilərsiniz. Möhtəşəm. Ən sevdiyim çanta oldu bu. Sonra belə bir ağ ayaqqabı sifariş elədim. Bu biraz taban hissəsi baxın balacadır. Bunu düşünürəm silmək asan olar. Üstündə parça yeri yoxdur. Amma keyfiyyətini o qədər sevmədim.
Baxın, belə görünür ayaqda. Görünüşü qəşəngdir, amma məncə material o qədər də yaxşı deyil. Görünüşü qəşəng olsa da materialını mən sevmədim. Ayaqqabı məncə daha keyfiyyətli materialdan olmalıdır. Bugünlük videom bura qədər. Bura qədər izləyən hər kəsə sonsuz təşəkkürlər. Mənə dəstək üçün like edib, rəy yazsanız sevinərəm. Rəy yazanda videom qabağa gedir. Hər kəsə təşəkkürlər. Yaxşı ki varsınız. Sizə gözəl günlər arzu edirəm. Sağ olun, sağlıqla qalın.